Astara rayonu Şağacı kənd sakini Cabbarova Aynur Xudayar qızı. Ruhu xəstədir. Neçə illərdir pensiya alır. İndi almır. Mən də onun bacısıyam. Cabbarova Aytən Xudayar qızı. O ruhu xəstə olduğuna görə o danışa bilmir. Mən danışıram. Bu uşaqlar da yaman gündədir. Bu da pensiya alırdı. Aparıram Astara rayon xəstəxanasına. Orada Ayani doktor deyir, Ayani Ağayev deyir ki, get oraya, get bura. Orada baş həkim bizə deyir ki, get oraya, get bura. Lənkərana göndərirlər, Bakıya göndərirlər. Mənim bacım Lənkəran psixi həkim xəstəxanasında yatıb. Mənim bacım Məşdağada yatıb. Mənim bacımın uşağı da belə 2008 təvəllüdlü bu uşağı da 2020-ci ildə bunların pensiyası dayanıb. Mən aparıram ora bura. Mənə deyirlər ora get, bura get. Biz kasıbıq. Mən hara gedim? Bunları hara aparım mən? Mənə deyirlər həkimxanada mənə deyirlər get ora apar. Get MRT-yə apar. Mən bilmirəm, dəli adam düzələr, psixi xəstədir. Mən bunu dərmanlarını ala bilmirəm. Nə qədər dərmanları var. Hökumətdən dərman alıram. Burada pulla yazılan dərmanlar alıram. Bax burada da var, Kulukda da dərmanlar var. Mən bunları saxlaya bilmirəm. Bunlar pensiya almırlar. Mən bunları saxlaya bilmirəm. O uşaq da 2008-ci təvəllüddə. Bax, gedim Məşdağaya, orada xəstə idi, imtina oldu, gəldi. Mən neyiniyim, mən bunlara necə baxam? Xahiş edirəm, ölkə başçısına xahiş edirəm, İlham Əliyevdən xahiş edirəm, Mehriban xanımdan xahiş edirəm. Mən bu bacıma köməklik eləyəsiniz. Mən bu bacımın işlərini işıqlandırasınız. Bütün televiziyaya verin, bütün onun evinin, şəraitin, bütün bu, bax, belə vəziyyətdədir. Bunun vəziyyəti çox acınacaqlıdır. Bunun uşaqları Sudurqa uşaqdır. Bax, körpə uşaqdır, 4 yaşında. Sudurqa uşaqdır. O uşaq xəstədir. Bunlar hamı gələcəyin əskəridir. Bu qız da oxuya biləcək uşaqdır. Hamısı oxuya biləcək uşaqdır. İmkan yoxdur. Bunlara baxmağa imkan yoxdur. Pensiyanı 2020-ci ildə kəsiblər, dayandırıblar. Məni ora göndərirlər, bura göndərirlər. Məni göndərirlər Lənkərana. Məni göndərirlər Astaraya. Məni göndərirlər, hər yerə göndərirlər. Mən daha əlim çatmır. Mən hara gedim? Bunları mən necə saxlayayım? Bunların vəziyyəti çox acınacaqlıdır. Bu uşaqlar çox xəstədirlər. Hamısı xəstədirlər, öskürürlər. Bunların palasının altı hamı sudur. Bunların bax vəziyyəti budur. Göz qabağında yox. Hamı evin böyür başında su aparır. Bunlar hamısı suyun içindədir. Açı, Topik, onlar hamı kömək eləyir. Sevil doktor, qonşular hamı kömək eləyir. Qonşular bunlara paltar göndərir, məktəbə gedirlər. Bunların vəziyyəti çox pis. Müəllimlər də. Ola bilər, müəllimlər, Şağacı müəllimələri bunlara paltar göndərir, məktəbə göndərirlər. Belə olar, bunların pensiyası, bax, 2016-cı, 2008-ci il təvəllüddir bu uşaq. Baba, bu uşaq, ürəyi gedir, sudurqası var. Anası da belə, balası da belə, mən hara gedim? Düzə polislər də gəlir, məni görürlər. Xəstə adam olur. Bunu televizorda işıqlandırın. Xahiş edirəm, hamıya görsədin ki, bu nəyə görə bu psixi xəstə adam, bunun pensiyasını hardan kəsirlər? Bunun uşaqları bu vəziyyətdədir. Bunun bu evi də bu vəziyyətdədir. Suyun içindədir. Yoldaşımın ayağında bu heç nə, bu tək ana kimi gedir. Bunun yoldaşı da elə qoyub gedib bunu. Bu qalıb 5 dənə uşaqla mənim ümidimə. Mən də alacağım yoxdur, bir yerdən alacağım yoxdur. Buna görə mənə nə pul verirlər, nə saxlama pulu verirlər, nə bir şey. Mən qalmışam ortalıqda. Buradan alım nisiyə dərman, oradan alım, mən qalmışam belə.